Amma mənim dostum, dəyərli bir insan, zəhmətkeş bir ata, o döyülmədən xəbəri olmayıb, iştirak etməyib, ola bilsin sonradan məlumatı var. Amma o məcburdur ki, bura gəlib, həmin məlumatları yaymamaqda məcburdur. Çox xahiş edirəm, sözümü kəsməyin. Həmin məlumatları yaymamaqda məcburdur. Çünki bizim cinayət qanunvericiliyimiz ona o imkanı verir. Bizim cinayət qanunvericiliyimiz mütərəqqi xarakter daşıyır və şəxsə öz yaxın qonşularına əlaqədar. Sehran Bey bura çağırmağa çünkü yerinde yine biraz da sakitləşir. O ifadəni bildirib, bizim cinayət qanunvericiliyimiz şəxsə öz yaxın qonşularına qarşı ifadə verməmək hüququnu verir. Ona görə də mənim qardaşım, dostum bura gəlib bu cinayəti gizlətməyə çalışırsa... Siz ne danışırsınız? Çünki o bir valideyn, ben artık müzakireye istemiyorum. Müzakere istemiyorum. Əgər bu cinayəti üstünə ben müzakere istemiyorum artık bu meselede. Xahiş ederim. Cinayet mesuliyetine eğer günahı varsa geçsin özü teslim olsun. Niye gizlenir? Bu ne sözdür? Siz vekilsiz. Xahiş edirəm Sehran Bey. Siz əksinə deməkdən ki, varsa bir bildiyiniz açıqlı. Bəli, mən özüm şokdayım vallahi. Siz əksinə deməkdən ki, bax, filan qanunumuz, filan maddənin, filan bəndində əgər sən etiraf eləsən, sənin cəzan yüngülləşəcək və heç bir cinayət gizli qalmır. Gec, 5 il tez, 5 il gec. Bu açılır. Mən Sən Axtarramın açdığı ilk cinayətçi 23 ildən sonra Baharın başının kəsilib meşədə bastırılması Bahar məsələsinin Masallıda baş verən hadisəni cinayət işi bilirsiniz. Neçə ildən sonra bağlanır? Sehran Bey, neçə ildən sonra bağlanır? 10 il ya neçə ildən sonra bağlanır? Yox, Bahar cinayəti bağlanır, bəli, bağlanır.